Salam əziz tələbələr. Deməli, bugünkü mövzumuz zamanların part 2-sidir. Yəni, part 1-də indiki sadə zaman present simple izah eləmişdim. İndi past simple, future simple, bir də future in the past, yəni keçmişə nəzərən gələcək zamanı izah eləyəcəm. Deməli, başlayaq nə ilə? Keçmiş sadə zaman. Keçmiş sadə zaman adlanır past simple. Bu zaman formasını düzəltmək üçün mən birinci videoda feillərin formaları V1, V2, V3 bunları izah eləmişdim. Onlarda məlumat olmayan varsa girib oradan baxa bilər. Deməli, biz burada bu zaman formasında feilin ikinci formasından istifadə edirik. Yəni V2 formadan istifadə edəcəyik. Bu zamanın düzəldilməsi üçün təsdiqdə heç bir köməkçi feilə ehtiyac yoxdur. Sadəcə feili ikinci formada deyirik. Bizim cümləmiz hazırdır. Məsələn, yazıram I went to school. Deməli, went artıq feilin go feilinin ikinci forması idi. Mən məktəbə getdim. Bir də bu tərcümə olaraq do. Yəni getdim, gəldim, o getdi, gəldi. Bu şəkildə bizim dildə tərcümə olunur. Yəni bu oldu deməli hansı zaman? Keçmiş sadə zaman. Feilin ikinci formasından istifadə elədik. Bəs bunun sualını, inkarını necə düzəldərik? Bunun sualını, inkarını düzəltmək üçün bizə lazımdır bir dənə köməkçi feil. Demişdim axı əsas feilin özünə sual vermək olmaz, nə də inkarını özü ilə düzəltmək olmaz. Onda bizə köməkçi feil lazımdır. İndiki sadə zamanda do does idi, amma keçmiş sadə zamanda bizim köməkçi feilimiz olur. Deməli did. Did köməkçi feili. İndi gəlin bunu sual və inkar formaya çevirək. İnkar forması belə olur. Sadəcə mübtəda olduğu yerdə qalır. Mübtəda ilə əsas feil arasına gəlir köməkçi feilimiz. Yəni did, did not ya da didn't. İndi baxaq. Burada went yazmışdım. Bura mən went daha doğrusu did yazdımsa, artıq feil qayıtmalıdır V1 formasına. Yəni bu did artıq keçmiş zamandadırsa da mən feilimi qaytarmalıyam birinci formasına. Yəni artıq mən bura went yox, mən bura go yazmalıyam. I didn't go to school. Mən məktəbə getmədim. Yəni başa düşdük. Did gəldisə cümləyə artıq went, yəni feilin ikinci forması qayıtmalıdır V1 formaya çevrilməlidir. Yəni went oldu, go. Ya da feillərin sonunda id var idisə, qaydalı feillərdən idisə. Məsəl üçün mən buraya yazmışdımsa, tutaq ki, work idi. Deməli, work idisə, didn't gələndə nədir? Work-in sonundakı idini də yenə silirəm. Yəni olur. Bir dəqiqə qoy bunu silim. Yəni olur work eləcə. Sadə şəkildə work. Deməli bu oldu həmin zaman formasının inkarı. Sualda isə did qabağa keçir bildiyimiz kimi yenə olur. Did. I. Did varsa yenə cümlədə went yox, birinci formaya qayıtmalıdır. Yəni go. Sonra da to, məsəl üçün school. Bu oldu keçmiş sadə zaman forması. Feilin ikinci formasından istifadə olundu. Əsas feilin, yəni köməkçi feilimiz did oldu. Did gələndə də feil birinci formasına nədir? Qayıtdı gördüyümüz kimi. Birinci formasına qayıtdı. İndi bunun zaman zərfləri var. Yəni biz bu göstəriciləri görəndə biz bura keçmiş sadə zaman qoymalıyıq. Bəs onlar hansılardır? Gəlin onları yazaq. Deməli, məsəl üçün yesterday, dünən, ago ilə olan ifadələr, tutaq ki, 5 years ago, 2 days ago, yəni bunun kimi ifadələrlə işlənir ago ümumiyyətcə. Last ilə olan ifadələr. Mən bura nümunə olaraq 2 dənəsini yazmışam. Last day, last week. Biz bunu əlavə edə bilərik. Last summer, last year, nə bilim, last night. Yəni bunun kimi istədiyiniz zaman bildirən ifadələri last əlavə edərək keçmiş zamanı düzəldə bilərik. Sonra the day before yesterday.
The day before yesterday sırağa gün deməkdir. Yəni dünəndən qabaqki gün deməkdir. Before əvvəl deməkdir. Yesterday dünən. Dünəndən əvvəl mənasında. Bu da keçmiş zamanı göstərir. Sonra bura indi 1950-ni yazmışam, amma fərqi yoxdur. Məsəl üçün hal-hazırda 2026-cı ildə 25-ci ildəyik də elə. 2025-dən qabaqki illər var. Nə qədər il var ha? Bax, onun hamısı bizim üçün keçmişdir. Yəni 2024-ün özü keçmişdir. 23, 1900, 1800 hamısı keçmiş illərdir. Deməli 2025-dən qabaqki illəri gördük. Biz nə edirik? Yenə keçmiş sadə zaman olaraq qəbul edirik bunu. Sonra nə bilim in my childhood ola bilər, in my youth, yəni gəncliyimdə ola bilər. Bunun kimi ifadələr keçmiş sadə zamanın əsas göstəriciləri sayılır. Gəlin bir neçə dənə nümunəyə baxaq, testin üzərində daha yaxşı başa düşək. Deməli. Məsəl üçün bu sualda. Deməli. Əqo gördük, keçmiş sadə zamandır. Keçmiş sadə zamanı danışanda nə was were-dən danışmadım, nə will-dən, have-dən danışmadım. Bu isə feilin birinci zaman forması, yəni sadə zamandır, indiki sadə zamanın göstəricisidir. Bunu da götürmürəm. Deməli, nə edirəm? Feilin keçmiş zamanda olan formasını ancaq götürə bilərəm. Bu, qaydalı feillərdə sonunda id olmaq deməkdir. Qaydasız feillərdə isə V2 forma. Başda dediyim kimi V2 forma olmaq deməkdir. Qaydalarda isə sadəcə id olaraq qoyulur. Sonra, məsəl üçün, baxaq bura. Tutaq ki, yenə burada əqo, keçmiş zamandır. Gələcək zamanı, keçmiş davam edicidir bu. Bunları keçmədik. Yəni was və has-dən danışmadıq bu zamanda. Moves feilin sonunda s olmaq bilin ki 100% bu indiki sadə zamanın göstəricisidir və üçüncü şəxsin təkidir. Yenə qaldı id olan b variantım. Burada isə məsəl üçün last summer. Deməli keçmiş sadə zamanın göstəricisidir. Keçmiş sadə zamanın göstəricisi olanda biz bura yenə V2 formada qoyuruq. Will demədik, have demədik, are demədik, yenə will demədik. Qaldı were. Bunu was were plus ing ilə qarışdırmayın. Bu were be feilinin ikinci formasıdır. Be, was, were, been olaraq 3 dənə forması var be feilinin. Bu da be feilinin ikinci V2 formasıdır. Ona görə biz bura bu were-ı qoya bilirik. Sonra başqa birinə baxaq. Last-dan olan yenə bir ifadə. Yəni keçmiş zaman. Last Monday keçən birinci gün deməkdir. İndi burada isə bir damcı fərqli sualdır. Yəni nə edir? Sual formasını veribdir. Yəni did əvvələ keçirib mübtədədən və əsas feili qoymalıyıq. Baxıram onsuz keçmiş zaman deyə mən bura bir dənə did qoya bilirəm. Cavabım A variantı oldu. Amma bizi çaşdırmaq üçün 2 dənə diddi sual sala bilər və feili də fərqli verər. Görün burada elə bir sual gördüm elə bil bayaq. Bax məsəl üçün bu sual. Burada yesterday gördük də, last deyilmiş özü. Beləcə yesterday gördük də. Deməli yesterday gördüksə keçmiş sadə zaman olduğunu bildik. Mən did axtarıram. Silirəm bunları, qalıram C və D variant arasında. Mən dedim ki, did qoysaq, feil birinci formasına qayıtmalıdır. Baxın, burada went yazılıbdır, yəni V2 formadadır. Did varsa V2 ola bilməz. O təsdiqdə ancaq V2 ola bilərdi. Deməli, mənim cavabım nə oldu? C variantı oldu. Yəni, did varsa, feil birinci formasına qayıtmalıydı. Son bir dənə də baxaq, fiso. Yenə bu lastdan olan ifadə, keçmiş zamandır, did axtararam. Cavabım da oldu bu variantı. Bu oldu bizim keçmiş sadə zaman dərsimiz. İndi isə gələcək sadə zamandan danışıq. Future simple gələcək sadə zaman forması. Gələcək zaman formasının təsdiqində bizə köməkçi feillər lazım olur. Yəni, o birisilərdə sadəcə feilin birinci və yaxud ikinci formasını yazmaqla biz onların zamanını düzəldə bilirdik. Amma burada artıq biz köməkçi feilə ehtiyacımız var. Feillərin gələcək zaman forması yoxdur, yadınızda qalsın. Biz ancaq onları köməkçi feillər vasitəsilə düzəldə bilərik. Bəs gələcək zamanın köməkçi feilləri hansılardır? Biri hamımızın yaxşı bildiyi will, bir digəri isə shall köməkçi feilləridir. Will və shall. Bunların üzərinə feilin V1 formasını gəlirik. Biz düzəldirik gələcək zamanı. Mən gedəcəm I. İndi bir də burada bir şey var ki, shall-ı biz istifadə edirik şəxslərdə, hansı şəxslərdə? Birinci şəxsin həm təkində, həm də
cəmində. Yerdə qalan bütün şəxslərdə will istifadə edirik. Normalda shall ingilis dilinin qrammatikasından yığışdırılıbdır. Bütün şəxslər üçün will istifadə olunur. Ancaq bizdə, yəni testlərdə hələ də bu shall qalmağa davam edir. Ona görə də siz variant arasında tutaq ki, I və yaxud we yazılıbsa, variantlarda həm shall, həm will verilibsə, onda biz mütləq shall-ı seçməliyik. Belə testlər çox nadirən düşür, amma düşsə də siz bilin ki, shall-ı seçməlisiniz. Amma baxıram, I-dır və yaxud we-dir, prosto variantlarda shall yoxdur, will verilibdir. Onda bizim cavabımız yenə will olacaq. Dedim axı, will bütün şəxslərdən işlənə bilər. Shall spesifik olaraq ancaq birinci şəxsin təki cəmi, yəni mən və bizdə istifadə olunur. Will isə bütün şəxslərdə istifadə olunur. Yəni ona görə bir damcı çaşmayaq burada. Shall ancaq bizə qoya bilərik, mən və biz. Amma shall olmayan yerdə mən və bizlə will də istifadə oluna bilər. Bunu da belə yadda saxlayaq. İndi biz formal olaraq yazaq. I shall go. Mən gedəcəm deməkdir. Sual formasını düzəltmək üçün shall mübtədədən qabağa keçir. Olur. Shall I go? Və inkar formasında isə deməli sadəcə buna enirik. Not inkar hissəciyini artırmaqla düzəldirik. Shall not. Bir də belə bir qısaltma var. Will'in qısaltması. Bunu görəndə çaşmayın. Will notu qısa şəkildə belə yazırlar. Won't olaraq yazırlar. Siz bunu görəndə, yəni başqa bir zaman olaraq fikirləşməyin. Won't gördüksə, bilirik ki, bu will notun qısaltmasıdır və mütləq nədir? Gələcək zamandır. Çünki bəzən bizə tutaq ki, orada gələcək zamanın göstəricisini verir, amma variantlarda will yoxdur. Onda nədir cavabım? Won't-dur, yəni sadəcə inkar formasında verilib. Ona görə burada çaşmırıq. Bəs bunun göstəriciləri hansılardır? Bunun göstəriciləri isə keçmiş zamandan əksləri olan ifadələrdir. Yəni, keçmişə nə göstərirsə, burada da gələcəyə göstərilən olacaq. Məsələn üçün, orada yesterday yazırdım, o dünən deməkdir. Onda burada yazıram. Deməli, sonra next-lə olan ifadələr, tomorrow, next-lə olan ifadələr. Yəni, məsəl üçün, next day, next Sunday, next year, next week, next season, next summer, next winter. Yəni belə ürəyini istəyən hər şeyi next zamanı bildirənlərə qoyuruq və biz düzəldirik gələcək zamanı. Sonra ən çox istifadə olunan soon, sonra birisi gün mənası, yəni sabahdan bir sonraki gün mənasında. O da the day after tomorrow. Xəttimə görə biraz üzr sayın. Deməli, the day after tomorrow. Bu da gələcək zamanı bildirir. Sonra gələcək zamana aid olan illər, yəni 2025-dən sonraki illər. Tutaq ki, 2035-ci il məsəl üçün. Yəni gələcək zamana aiddir deyə gələcəyi bildirir. Və biz bu cümlələrdə nə edirik? Feel və shall istifadə edirik. Gəlin indi bir neçə nümunə testə baxaq. Elə burada məsəl üçün next, gələcək həftə, gələn həftə deməkdir. Will axtarıram. Elə cavabımdır variantı. Bu vəbşə rahatdır. Sonra məsəl üçün next week yenə gələcək zaman. Next year, gələcəyi bildirir, will qoyaram. A variantı. Next yenə will qoyaram. Yəni sayda bu qədər. Gələcək zaman yəni ən asandır. Sadəcə will, shall-dan istifadə edirik. Sualda, inkarda yenə buna not əlavə edə bilərik ya da mübtədədən qabağa keçirərək sualın inkarını düzəldirik. Bu da başqa bir, yəni belə bir qalmaqallı, qaranlıq bir məqam yoxdur. Və son olaraq keçmişə nəzərən gələcək zaman. Keçmişə nəzərən gələcək zamanımız deməli yazaq bunda. Deməli, future simple in the past. Bu zaman formasını biz harada istifadə edirik? Bir dənə onu deyək. Bu zaman formasını biz keçmişdə, gələcəkdə eləyəcəyimiz şeyləri fikirləşərkən deyirik. Və tərcümə olaraq da
acaqdım, əcəkdim olaraq tərcümə olunur. Məsəl üçün, mən gələcəkdim, oxuyacaqdım. Bunun köməkçi feilləri would və should köməkçi feilləridir. Qayda olaraq will-lə shall-a oxşuyur. Yəni, yenə should birinci şəxsin tək cəmi, yerdə qalan hamısında, yəni ümumiyyətcə hamısında would-dan istifadə edirik, amma aynında bu ilə də yenə would istifadə edə bilirik. Özlərindən sonra feilin birinci forması gəlməlidir. Sonra bu zaman formasını biz əsasən istifadə eləyəcəyik zaman uzlaşmalarında. Bundan sonraki videoda zaman uzlaşmalarının videosunu paylaşacağım. Orada artıq would-u, should-u biz istifadə eləyəcəyik. Amma belə testlərdə, yəni belə would-u, should-u konkret olaraq vermirlər. Onu ancaq uzlaşma söhbətində verirlər. Bu da oldu bizim keçmişə nəzərən gələcək zaman formamız would, should. Bir də gələcək zamanımız tərcümə olaraq acaq-əcək olaraq tərcümə olunur. Acaq-əcək. Gələcəm, gedəcəm, o gedəcək, o oxuyacaq, o yazacaq. Yəni bu şəkildə tələffüz olunur. Bu da oldu bizim simple tense forms, yəni zamanların sadə formaları. Növbəti videolarda görüşənədək.